May ayının son günlərində məktəblərdə xüsusi əhval-ruhiyyə hiss olunur. Son zəng. Bu sözlər təkcə bir mərasimi deyil, həm də bir ömür parçasını ifadə edir. Təəssüf ki, son zəng bəzi məktəblərdə öz mahiyyətindən uzaqlaşaraq daha çox nəzarətsiz davranışlarla, təhlükəli hadisələrlə yadda qalır. Bəzi valideynlər isə övladlarının məzun gününü toy mərasimi kimi qeyd edir. Müğənni dəvət olunur, şagirdlərə bahalı hədiyyələr, qızıl zinət əşyaları təqdim olunur. Bu cür halların vərdiş halına almaması üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbərdarlıq edib. Məktəb daxilində keçirilən tədbir minimum resurs və maliyyə yükü olmadan keçirilməlidir və bu tədbirlərdə 11 il məktəbdə oxuyan, bu məktəbdə tədrisini başa vuran hər bir şagird iştirak etməlidir. Hansısa bir şagirdin bu tədbirdə iştirak edib etməməsi sual ola bilməz. Yəni məktəb daxilində keçirilən tədbirdə sosial ədalətlilik mütləq şəkildə bərpa olmalıdır. Agentlikdən bildirilib ki, tədbirlər yalnız məktəb daxilində və pedaqoji nəzarətdə keçirilməlidir. Həyatyanı sahəsi olmayan məktəblərdə isə bu tədbirin keçirilməsi məktəbin akt zalında və yaxud da idman zalında nəzərdə tutulur. Sözsüz ki, məktəb daxilində təşkil edilən digər tədbirlərdə olduğu kimi əsas qaydalardan biri son zəng tədbirində də tədbirin milli mənəvi dəyərlərimizə uyğun vətənpərvərlik ruhunda keçirilməsi nəzərdə tutulur və bu mütləq və əsas şərtlərimizdən biridir. Tədbirin təşkilində hər hansı bayağılığa, bayağı mahnılardan istifadə ümumiyyətlə yol verilməzdir. Biz valideynləri də həmin günün maksimum sayda keçirilməsinə səsləyirik və övladlarımızın məktəbdən kənar ərazidə də təhlükəsizliyinə daha ciddi nəzarət etməyə çağırırıq. Qurumdan bildirilib ki, əlamətdar gün münasibəti ilə müəssisə daxilində hər hansı pozuntu halları aşkarlanarsa, qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı tədbirlər görüləcək.